Axşamınız xeyir olsun komanda. May ayına görə çox möhtəşəm xəbərlərimiz var. Bununla əlaqədar mən bugün sizə bütün yenilikləri, bütün yeni xəbərləri çatdıracağım və ümidvaram ki, bu yeni xəbərlərdən sonra hər kəs tam surətlə öz hədəfini müəyyənləşdirib may ayına möhtəşəm nəticələr göstərəcəksiniz. Hər bir ayın əvvəli, hər bir lider öz hədəfini müəyyənləşdirməlidir. Baxın, biri var arzu, biri var hədəf. Arzu ilə hədəfin çox böyük fərqi var. Çünki arzu deyəndə insan deyir, mən istəyirəm. Hədəf deyən qoyanda isə artıq insan o qoyduğu hədəfə getmək üçün planlar cızır, planlama edir. Mən hansı yolla bu hədəfimə çata bilərəm? Bugün ayın 2-sidir, sabah ayın 3-üdür. Bugün ayın elə ikisindən, həmən təlimdən sonra mən istəyirəm ki, bu Home bitkisi şirkətində olan bütün insanlar, bütün liderlər may ayına görə olan planlamalarını etsinlər, hədəflərini qoysunlar və hansı yoluna o hədəfə çata bilərlər, onu cızsınlar, o yolu cızsınlar. Çünki bir insanın arzusu ola bilər. Ancaq o arzuya, o hədəfə çatmaq üçün hansı yolla getməlidir? O yolda, o plan da əlində olarsa, onda çox rahat şəkildə planlı və disiplinli işləyərək öz hədəfinə hər bir lider çata bilər. Burada mənim bəxtim gətirsə çatacağım, görəm mən çatacağımı, görəm mənə qismət olacaqmı? Bunu deyib oturmaq günahdır qızlar. Niyə? Çünki bizim işimizdə, bizim şirkətimizdə, bu möhtəşəm şirkətdə əlimizi əlimizin üstə qoyub otursaq göydən təpəmizə pul tökülməyəcək. Amma bu işdə planlı şəkildə, disiplinli şəkildə hər gün öz hədəfimizə doğru təkrarlaya, biliklərimizi təkrarlaya, möhtəşəm təlim kanalında təlimlərə baxa-baxa özümüzü inkişaf elətdirsək, mütləq ayın sonuna, mütləq biz hədəfimizə çatacağıq. Baxın, çox xanımlar deyir ki, mənim vaxtım yoxdur, mən çatdıramıram. Bəs mən müəllimə olaraq necə həm müəlliməlik işinlə məşğulam, həm bir müəllimə kimi günün yarısını məktəbdə oluram və yaxud hazırlıqlarım falan olur. Yerdə qalan yarısını bu biznesə sərf edərək bu qədər gəlir qazana bilirəm. Bəs mən necə edirəm? Buradan bir nəticə çıxarda bilərəm ki, insan istəyərsə, ələxüsusda qadın istəyərsə, onun bacara bilməyəcəyi bir şey yoxdur. Gününü, vaxtını, zamanını düzgün bölən hər bir xanım bu işdə uğur qazananlardan olacaq. Əgər sizin gördüyünüz kimi komandada bu qədər liderlər qazanırsa, əgər yüzlərlə xanım bu şirkətdə bu qazancı əldə edə bilirsə, sizin gözünüzün qarşısında və deməli, bu realdır, bu mümkündür. Yetər ki, siz başlayın işi öyrənməyə və işi öyrənərək öz hədəfinizə doğru gedin. Şirkətimiz möhtəşəmdir, məhsullarımız ondan da möhtəşəmdir. Çünki hər bir şirkəti hərəkətə gətirən, onun inkişafını elətdirən, böyüməsinə səbəb olan ən birinci o şirkətin məhsullarıdır. Hansı ki, Home bitkisi şirkətinin möcüzəvi və möhtəşəm məhsulları var. Bir məhsul göstərə bilməzsiniz ki, bu məhsuldan mənim xoşum gəlmədi. Bütün məhsulları gözəldir. Və mənim sizə tövsiyəm, ən birinci bütün məhsulları az vurun istifadə edin. Çünki Home bitkisi şirkətinin məhsulları onsuz da bütün evlərdə istifadə olunan məhsullardır. Hər bir xanım bu məhsullardan onsuz da alır, istifadə edir. Ona görə də şirkətimizin məhsullarını istifadə eləməlisiniz ki, möhtəşəmliyini görəsiniz. Hər bir məhsulu bilməlisiniz ki, səmimi və ürəkdən tövsiyə edəsiniz. Çünki bizim səmimi danışığımız, ürəkdən olunan tövsiyəmiz insanlarda bizə əgər güvənirsə, inanırsa, o insanlar sizin arxanızca gələcək. Çünki bizim biznesimiz tövsiyə üzərindən qurulur. Çünki bizim biznesimiz tövsiyə və güvənlə, sevgi ilə yaranan bir biznesdir, bir işimiz. Ona görə də ən birinci məhsulları alın, istifadə edin və gözəl şəkildə öz biznesinizi qurun. Gərək may ayında şirkətimizin bizə sunduğu möhtəşəm təkliflərə və ilk öncə nə demək istəyirəm?
məni digər şirkətdən, Oriflame şirkətindən bura gətirən məqamlar da elə bu mən bu fərqləri gördüm və anladım və məni bura gətirən də məhz bu oldu. Niyə? Çünki biri var bir şirkətdə satış edəsən, insanlara satışı sunasan, deyəsən ki, gəl burada ayda 200 manatlıq məhsul sat, ancaq biri var deyəsən ki, öz evinə lazım olan məhsulları al. Satış eləmədən bir biznes. O sosial şəbəkələrdə deyirlər, satışsız biznes. Və o məhz Home Bitkisi şirkətinə aiddir. Bundan başqa heç bir şirkətdə bu qədər gözəl şəkildə satışsız biznes qurulmur. Çünki hər bir xanım evini təmizləyir, hər bir xanım özünə baxım eləyir, hər bir xanım da kofe, çay içir və öz çəkisinə nəzarət eləmək istəyir öz enerjisi yerində olsun və inanın ki, olduğumuz şirkət və bu möhtəşəm məhsullar o qədər insanlara yəni həvəs verir və insanlar da bu məhsulları alıb istifadə elədikcə də belə gözəl şirkətdə olduqlarına görə çox xoşbəxt olurlar. Necə ki, mən. Xurşid liderim, ilk slaydımızı qoyun ekrana və mən ilk şərtimiz olan xoş gəldin kampaniyası haqqında danışmaq istəyirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, şirkətə hər ay müəyyən insanlar qoşulur. Artıq dünən may ayının 1-dən bizim komandamıza yeni liderlər gəlibdir və ümid edirəm ki, buradadılar, təlim kanalındadılar və dinləyirlər və yeni liderlərə şirkətimiz çox gözəl təkliflər edir. Bu hansı təkliflərdir? Bu təklifin adı Xoş Gəldin kampaniyasıdır və bu kampaniyada 3 ay ardıcıl olaraq yeni gələn liderlər bu möhtəşəm hədiyyələrdən faydalana biləcəklər. Bu hədiyyələr nədir? May ayına görə 300 CP bu ay dövriyyə edən hər bir yeni gələn brend partnyorumuz, yəni yeni gələn liderimiz 300 CP-lik məhsul dövriyyəsi edərlərsə, tər önləyici Şarikovu, yəni başı rolikli olan tər önləyicimiz, həmçinin də onu qeyd eləmək istəyirəm ki, bu tər önləyicimiz bəyazlatıcıdır. Bəyazlatıcı nə deməkdir? Bəyazlatıcı o deməkdir ki, elə insanlar var ki, qol altı nahiyələrdə qaralmalar olur, qara ləkələr olur və ümumiyyətlə bikini hissəsində, bədənin müəyyən yerlərində, belə dirsəklərdə, qolların bax bu hissəsində qaralmalar olur. Bu bizim tər önləyicimizin tərkibində bəyazlatıcı xüsusiyyət var və üzr istəyirəm. Bu xüsusiyyətə əsasən bu tər önləyicimiz həmin hissələri bəyazladır, rəngini açır, qara ləkələri təmizləyir, ağardır. Daimi istifadədə özünüz görəcəksiniz ki, həmin qara nahiyələr rəngi açılır və ağarır. Və möhtəşəm qoxusu var. Mən özüm istifadə edirəm. Çox gözəl qoxusu var. Belə fresh qoxusu var. Dəniz təravətli, çox gözəl bir sərin qoxusu var. Və çox gözəl də tərdən qoruyur, müdafiə eləyir. Bu möhtəşəm məhsulu yeni qoşulan bütün liderlərimiz ilk ayda 300 CP dövriyyə şərti ilə hədiyyə qazanacaqlar. Və iyun ayında həmin məsləhətçilər növbəti ay yenə 300 CP dövriyyə edərək SPF 50 günəşdən müdafiə edən krem qazanacaqlar. İyul ayında isə bannerdən də gördüyünüz kimi 300 CP edərək bizim SPF 50 tərkibli BB tonal kremimiz var. Medium, orta rəngi hədiyyə qazanacaqlar. Deməli, vurduğunuz sifarişlərə əsasən minimum 300 CP dövriyyə edərsinizsə, 300 CP hardasa qızlar 35-40 manatlıq məhsul dövriyyəsidir. Bu dövriyyələri edərək şirkətin Xoş Gəldin kampaniyasından hər bir yeni qoşulan liderimiz faydalana bilər. Növbəti slaydı yerləşdirin Xurşid liderim. Və bundan başqa may ayına özəl olaraq şirkətimiz bestseller məhsullarımızı, bu məhsullarımıza nə aiddir? Tər önləyici sprey, oksi paltarlar üçün, ağ paltarlar üçün ümumiyyətlə fərqi yoxdur. Bu oksilərimiz həm ağ, həm rəngli paltarlar üçün çox gözəl bir, belə deyim də,
bizim qadınlar onu belə tanıyırlar. Persol, paraşok. Onu da qeyd edeyim ki, mən bu məhsulu çox sevirəm və evimdən heç əksik etmirəm. İstənilən paltarların ləkələrinin çıxarılmasında, ələxüsusda ağ paltarların saralır, alt paltarlar ki saralır, ağarıb qar kimi olmasında mən bu məhsuldan istifadə edirəm. Sadəcə bir xörək qaşığı paltarın üzərinə əlavə edib qaynar çaydanla suyu tökürük, 15-20 dəqiqə gözlədirik və avtomat paltar yanmaşını atırıq, yuyur. Onun üzərindən paraşok belə tökməyə ehtiyac yoxdur. Çünki paraşoku da, oksisi də, persolu da hamısı içindədir. Qar kimi ağardır və tərtəmiz təmizləyir. Və bestseller məhsulumuzun biri də keratin südüdür. Keratin südü haqqında onu deyə bilərəm ki, dəyərli xanımlar, hər bir xanımın evində mütləq istifadə etməli olmalı olan bir məhsuldur. Keratin südü saçlarımıza keratin vitamini verir, saçın ucundan dibinə kimi saçlarımıza püskürdürür, elektriklənməni dayandırır, saçlarımızı yumuşaq eləyir, möhtəşəm qoxusu var. Həm də termomüdafiədir. Saçların fen istisindən qoruyur, müdafiə eləyir, qoymur ki, saçlarımız yansın. Bu, deməli, 4 məhsulu 37 manat 60 qəpiyə yox, sadəcə 25 manata yeni gələn bütün liderlərimiz öz şəxsi kabinetlərindən əlavə edib səbətlərinə götürə bilərlər. Çox gözəl bir dərsdir, şiddətlə tövsiyə edirəm. Sonra növbəti deməli slaydımız yeni təmsilçi kampaniyasıdır. Gördüyünüz kimi ekranda var. Yeni təmsilçi kampaniyasında nələrimiz var? Deməli, ləkə spreydir, yağ sökücüdür. Ləkə spreyi, ilk öncə ondan danışım. Mənim homa gəlmə səbəblərindən biri də ən birinci banyo təmizləyici, ləkə spreyi. Bu möhtəşəm məhsullar, yağ kir sökücü, hər biri burada var. Deməli, ləkə spreyini mən nəyə istifadə edirəm? Təkcə ləkəli paltarlar üçün yox, divanımın təmizlənməsində, oturacaqların təmizlənməsində, xalçalara düşən ləkələrin təmizlənməsində mən bu ləkə spreyindən çox gözəl şəkildə istifadə edirəm. Həmçinin də müəllimə olduğuma görə bilmədən həmişə ağ köynəklərimi ruşka ilə yazıram və bu yazı ləkələrini də bu ləkə spreyi vasitəsilə təmizləyirəm və nəyə qeyd eləmək istəyirəm, dəyərli xanımlar? Hamımız onsuz da ağ krasovkalar, ağ sabolar, ağ ayaqqabılar geyinirik və bunların təmizlənməsi üçün də mən bu ləkə spreyindən istifadə edirəm. Buradan kimlər istifadə eləmirsə şiddətlə tövsiyə edirəm. Yəqin ki, hər birinizin evində bu ləkə spreyindən var. Bu ləkə spreyi vasitəsilə krasovkalarınızı, ağ ayaqqabılarınızı da gözəl şəkildə püskürdüb tərtəmiz təmizləyə bilərsiniz. Çox rahat və gözəl təmizləyər. Ağ krasovkalar qar kimi olur. Sonra yağ sökücü haqqında artıq çoxunuz bilirsiniz. Bu məhsul vasitəsilə skaterlərə düşən yağ ləkələrini mən yağ sökücü vasitəsilə təmizləyirəm. Ağ skaterlərə ki, qonaqlıqlardan zaddan sonra, özəl günlərdən sonra istifadə edirik daim ağ skaterlər, yəni masa örtüləri. Onların üstünə düşən yağ ləkələrini mən yağ sökücü vasitəsilə çıxardıram. Çox gözəl də çıxardır. Mətbəxdə soba, mikrodalğalı soba, yemək pişirilən sobanın üstü, qazanların altı möhtəşəm şəkildə təmizlənir. Oksiya haqqında bayaq məlumat verdim. İyonizə damla. İyonizə damla nədir xanımlar? Hər kəsin evində olmalı, bütün xanımların yardımına koşan bir məhsul. Nə edirəm mən bunu? Deməli, bizim o başı püskürtmə olan qablarımızın biri boşalandan sonra mən onun üzünün etiketini çıxardıram. İyonizə damlanın etiketini yapışdıram üstünə ki, qarışdırmır. Məsələn, banyo təmizləyici qabına mı, yağ kir sökücü qabına mı suyu doldururam yarım milli. 3-4 damcı İyonizə damladan əkləyirəm onun içinə və onu çalxalayıram. Mebelləri çox gözəl şəkildə təmizləyir. Mənim yataq dəstlərimin hamısının qarşısı boyva-boy güzgüdür. Əl ləkələri olur, güzgülərin təmizlənməsində, mebellərin, sonra aboylar ki vururuq, moyuşu aboylar, kuxnuya, koridora, onlara püskürdürəm, onların təmizlənməsində.
plastik ayna qapıların təmizlənməsində, pəncərələrin təmizlənməsində çox gözəl şəkildə istifadə edirəm. Məhsulları sizə məhz bu kampaniya düşən məhsulları geniş şəkildə izahat verirəm ki, yəni bu məhsullar həqiqətən hər bir evdə olmalıdır. Yəni bu fürsətlərdən faydalanın. Belə gözəl dərsləri endirimli qiymətə şirkət verirsə, yeni gələn liderlərimiz bu məhsulları mütləq götürün. İyonizə damlanı da izahat verdim. Bir də orada kolezit qapağı var. Hansı ki tualetlərdə hər bir xanım özü qablaşması belə balacadır, bax belə. Hardasa çantaya da sığır. Biz təkcə öz evimizdə yox, müəyyən yerlərə gedəndə, məsəl üçün yol çıxırıq, biz həmin o tualet otaqlarına keçəndə o kolezit qapağını püskürdərək özümüzü gigiyenik cəhətdən qorumuş olarıq. Uşaqlarınızı məsəl üçün vurub sumkalarına qoya bilərlər, məktəbdə istifadə eləsinlər. Hara gedirlərsə, o tualetə daxil olanda o kolezit qapağı spreyindən püskürdərək gigiyenik özlərini qoruya bilərlər. Bütün bakteriyaları, mikrobları öldürür və hər bir xanımın çantasında olmalı olan bir məhsuldur. Şirkət sağ olsun onu çox balaca bir qablaşmada edibdir. Bu çantaya sığmaq üçün belə olunubdur. Çox gözəl, möhtəşəm bir məhsuldur. Sonra keçək növbəti bizim banerimizə. Onu da deyim ki, bax bu yeni təmsilçi dərsdir. Qiymətini qeyd eləmədim. 60 manat 56 qəpikdən 41 manat 90 qəpiyə bizə təklif edir şirkət. Yeni təmsilçilər hər biri bu möhtəşəm dərslərdən istifadə edə bilərlər. Və gələk növbəti məni digər şirkətdən bura gətirən səbəblərdən birinə. Təşviq hədiyyələri. Təşviq hədiyyələri nədir? Deməli, biz başqa bir şirkətdə işləyəndə, məsəl üçün, mən Ariflame şirkətində işləmişəm, sifariş vururduq öz kabinetimizə, bizə bircə dənə xoş gəldin hədiyyəsi verilirdi və nə qədər mal vurursan vur və o xoş gəldin hədiyyəsi 150 manatlıq məhsula verilirdi, özü də üstəgələ pulla verilirdi. Amma burada xoş gəldin hədiyyəsi bizdə birinci izah elədiyim 3 ay ardıcıl olan hədiyyədir. O bizə tam pulsuz verilir və 35 manatlıq məhsula verilir. Və bundan başqa biz vurduğumuz məhsula görə əlavə CP, vurduğumuz CP-yə görə bizdə hədiyyələr var. CP-lər çoxaldıqca hədiyyələr daha bahalı olur və bu mənim çox xoşuma gəldi və mən bunu ilk dəfə anlayanda o qədər sevindim. Dedim ki, nə gözəl. Məsəl üçün, elə xanımlar var ki, bugün məhsul vururlar, xoş gəldin hədiyyəsini də götürür, üstündə təşviq hədiyyəsi də götürür. Təşviq hədiyyəsi bizdə 300 CP-dən başlayır, ekranda görürsünüz, 300 CP-dən, sonra 450 CP hədiyyəsi, 500 CP və 600 CP hədiyyəsi. Məsəl üçün, əgər mən 600 CP-li məhsul vururamsa, mən 600 CP-ində hədiyyəsini götürə bilərəm, 500 CP-ində, 400 CP-ində, hətta 300 CP-dən 2 ədəd götürə bilərəm. Çünki o vurduğum 600 CP-yə içində 2 dənə 300 olduğuna görə, mən 600 CP hədiyyəsində 2 ədəd 300 CP-nin hədiyyəsini götürə bilərəm. Və bu mənim çox xoşuma gəldi. Məsəl üçün, ayın əvvəlidir, mən yeni qatılmışam, məhsul vurmuşam, məhsulum gələndən sonra məhsulu çox bəyənirəm və çevrəmdəki insanlara tövsiyə edirəm və onlar da mənə deyir ki, Yaqut, mən də istəyirəm bundan. Deyirəm, gəl yazım, səni öz adına vur, hədiyyə qazan. Deyir, yox, mən yazılmıram, sən vur, mənə ver. Və mən də bir həftədən sonra, məsəl üçün, ayrı yenə özümün istəklərim çıxır və yaxud da məhsulları paylaşıram, ayrı yenə sifariş götürürəm və yenə məhsul vuranda mən ikinci səfərdə, üçüncü səfərdə, ay ərzində, beşinci səfərdə məhsul vursam, mən vurduğum məhsula görə, o CP-yə görə mütləq hədiyyə götürürəm. Mütləq hədiyyə qazanıram. Ancaq digər şirkətdə belə bir şey yox idi. İstəyirsən bir ayda 5 dəfə məhsul vursan, bircə dəfə hədiyyə qazana bilərdin. Növbətdə vurduğun məhsulların üstündə hədiyyə qazana bilməzdin. Və bu da mənim çox xoşuma gəlir. Və insanlar hər dəfə məhsul vurduqca CP-lərini 300-ə qaldıraraq hədiyyədən faydalanırlar və bu da insanları motivasiya eləyir. Ən azından bilirlər ki, vurduğu məhsulun üstündə minimum 10 manatlıq, 12 manatlıq, 15 manatlıq hədiyyə götürə bilərlər. Və təşviq hədiyyələrimizin 300 CP-nin hədiyyəsi ekranda yəqin ki, aydın şəkildə görünür. Bədən üçün mist, hansı ki, o məhsulun satışı 11 manat 53 qəpikdir. Bir də məhsul probnikləri var, testerlər 2 manat 50 qəpik. Deməli, 300 CP 35-40 manatlıq məhsul vurursunuz, 14 manatlıq məhsul
hədiyyə gəlir. Bu sizə təşviqə. Üstəgələk də yeni qoşulan məsləhətçilərə ilk öncə qeyd elədim, xoş gəldin hədiyyəsi gəlir. Və xoş gəldin hədiyyəsi tərönləyici, bəyazlatıcı tərönləyici olduğuna görə onun da hardasa qiyməti 10 manat öz qiymətidir, 13 manat falan onun satış qiymətidir. 13 manatlıq bir məhsul, 14 manatlıq da bizə verilən təşviq neçələdir? 27 manatlıq məhsul, 35-40 manatlıq məhsul vuranda üstündə hədiyyə gəlir. Baxın, hansı şirkət 40 manatlıq vurulan məhsul dövriyyəsinə 27 manatlıq məhsul hədiyyə verir? Hansı şirkət? Vallahi heç Azərbaycanda elə bir şirkət yoxdur, elə bir dünya yoxdur xanımlar. Biz olduğumuz şirkət çox möhtəşəm bir hədiyyələri ilə insanlara bitki tərkibli məhsullar təşkil eləyərək və biz həm can sağlığımızı qoruyuruq. Çünki bizim ən birinci qazancımız, mən müsahibə keçəndə insanlara deyirəm ki, sizin ən birinci qazancınız belə keyfiyyətli məhsullar əldə etməyinizdir. Biz keyfiyyətli məhsullar əldə edərək öz canımızın sağlığını qoruyuruq və üstəgələk bu şirkətdən 35-40 manatlıq məhsul vuraraq 27 manatlıq hədiyyə götürürük, tam pulsuz. Üstəgələk biz bu şirkətlə biznes qurmaq imkanı qazanırıq. İnsanlara da bu şirkəti tanıdıq. Biz şirkətin canlı reklam izləyik. Biz şirkəti insanlara tanıdaraq, komanda quraraq buradan 4 rəqəmli, 5 rəqəmli gəlirlər əldə edirik. Bunu edən xanımlar var və bunu etmək heç də çətin deyil. Yetər ki, sizin məqsədiniz olsun, öyrənməyə açıq olun, siz də qazanan liderlərdən mütləq olacaqsınız. Bu sizin düşüncənizdən, bu sizin inamınızdan, şirkəti sevməyinizdən və öz güvəninizdən asılıdır. Özünüzə güvənin, şirkətinizə, sponsorunuza güvənin, sponsorunuza möhkəm yapışın, sponsorunuzun dediklərini edin, sponsorunuz nə deyirsə sizin xeyrinizə deyir. Bunları edərək siz bunları qazana bilərsiniz. Sonra bizim 450 CP-lik bir şərtimiz gəlir. Əgər siz 300 yox, 450 CP-lik sifariş vurarsınızsa, deməli burada nə qazanırsınız? Diş tozu, Bella ətrinin probnikini. Mən bu şirkətin probniklərini ilk dəfə görəndə o qədər xoşuma gəldi. Demək, digər şirkətdə işləyəndə, Oriflame şirkətdə bizdə 1 qramlıq, hardasa bax bu boyda balaca 1 millilik qablarda ətirlərin probniklərini vururduq və onları elə qapağını açırdıq, ələ vururduq, qoxusuna baxırdıq. Ancaq bu şirkətdə 2 qramlıq daha böyük, başlarında da püskürtməsi var, bütün ətirlərin nümunələri var. 2 qramlıq qablarda onsuz da insanlar qramla ətirlər gedib alırlar 2 qramlıq. Bu ətirlərin də nümunələrini vurub həm satış eləyə bilərsiniz, həm də özünüz üçün ilk dəfə ətrin nümunəsini vuraraq qoxularına baxıb istədiyiniz, sevdiyiniz ətri özünüz üçün sifariş verə bilərsiniz və bunu bizə təşviq hədiyyələrində şirkət Bella çox gözəl ətirdir xanımlar üçün. Bella ətrinin nümunəsini 450 CP-də diş tozu ilə bərabər bizə tam pulsuz şəkildə şirkət verir. Burada deməli diş tozunun satış qiyməti 12 manat 68 qəpik, ətrin də nümunəsi 5 manat 14 qəpik. 18 manatlıq məhsulu şirkət sizə tam pulsuz hədiyyə verir. Növbəti CP-miz 500 CP. Əgər siz 450 yox, 500 CP-lik məhsul edərsinizsə, 500 CP məhsul nədir? Elə yeri gəlmişkən onu da qeyd edeyim. Bizdə sifariş vuranda xanımlar, yəni 35 manatlıq məhsul vuranda 3 manat 90 qəpik çatdırılma pulu ödəyirlər. Amma 59 manatlıq məhsul vuranda şirkətin belə bir şərti var. Əgər siz yeni qoşulan dəvətli şirkətdən 59 manatlıq məhsul sifariş vurursunuzsa, sizin çatdırılmanız, yəni 3.90-nız silinir. Siz o pulu ödəmirsiniz. Və onu da qeyd edeyim ki, 59 manatlıq məhsul bizə 500 CP məhsul dövriyyəsi verir. Və bu 500 CP-yə siz deməli bir dənə tərönləyici xoş gəldin hədiyyəsi qazanırsınız. Axı 300-ü keçibsiz, xoş gəldin olduğuna görə, siz yeni qoşulduğunuza görə onu bir dənə qazanırsınız. Bunu qoyduq kənara. 500 CP-yə şirkət bizə nə hədiyyə verir? Keratin südü. Bayaqları mən keratin südü haqqında sizə məlumat verdim. Saçlarımıza püskürdürük, saçlarımız yumuşaq olur. Bundan başqa, deməli, Glory ətrinin nümunəsi. Glory də bizdə çox möhtəşəm bir ətirdir, çox gözəl qoxusu var. Məhsullar ikisi bir yerdə 19 manat 36 qəpik.
19 manat 36 qəpik məhsulu şirkət sizə tam pulsuz verir. 500 CP etdiyinizə görə və onun yanında da tərönləyici xoş gəldin hədiyyəsində onun üstünə əlavə etsəz 20, 19, 20, 30, 3 manatlıq məhsulu tam pulsuz hədiyyə götürürsünüz. Baxın xanımlar, bundan gözəl nə ola bilər? Möhtəşəm. Əgər siz 500 yox, bir məhsul da əlavə edib bir hardasa 60 manat yox, 70 manatlıq civarında sifariş vursanız, sizin CP-niz qalxıb olacaq 600 CP. Və bu zaman ekranda gördüyünüz Guarana Coffee bizim ən məşhur kofelerimizdendir. Arıqladıcı, çəkiyə nəzarət üçün olan kofemizdir. Bu kofe enerji verir, çox gözəl əhval-ruhiyyə verir. Ən yorğun halımda belə mən o kofeni içərək yorğunluğumu atıram. O kişilər ki bizon enerji içəcəkləri içirləri özlərini xoş hiss eləyirlər. Əmin edirəm ki o içəcəklərin hamısı kimyəvidir. Ancaq bizim bu Guarana kofemiz Guarana bitkisinin daxilində olan çərdəyindən alınmış bir kofedir. Çox möhtəşəm təbii bir kofedir. O enerjini sizə verir. Üstəgələ insanda toxluq yaradır. Arıqlamaq istəyən, İştahasını öldürmək istəyən xanımlarımız bu kofedən gündə 2 dəfə səhər, axşam ac qarnına bu kofedən içərək çox gözəl şəkildə arıqlaya bilərlər. Çox sevdiyim bir kofedir. 600 CP edərək siz Guarana kofesini və bizim möhtəşəm bir kişi ətrimiz var. Legend adım. Bu ətrin nümunəsini də onun üzərində hədiyyə götürə bilərsiniz. Guarana kofesinin satışı 16.77, Legend ətrinin də nümunəsinin satışı 6 manat 50 qəpik. İkisi bir yerdə deməli hardasa 23 manatlıq. 23 manat neçə qəpik civarında məhsulumuzu götürəcəksiniz hədiyyə. Görürsünüzmü xanımlar, bu qədər şirkət həm sizə endirimlə 23-25% endirimlə məhsul verir qoşulduğunuza görə, həm də üstündə sizə bu qədər möhtəşəm hədiyyələr verir. Belə bir şirkətlə tanış olduğuma görə mən çox şanslıyam və 2 ildir mən Home Bitkisi şirkətində əməkdaşlıq edirəm və bu şirkətin ən çox sevdiyim tərəfi odur ki, insanlara dünənləri Subutay bəyin bir səsinə qulaq asmışam. İndi sizə izah edəcəm təşbih. Deyir, ziyarərinə satırıq məhsulları. Həqiqətən də məhsullar, mən yeni qoşulanda, ilk dəfə baxanda deyirdim məhsullar baxadı. Ancaq məhsullar əlimə gələndən sonra o qabların böyüklüyünü görəndə, 750 milli qablaşmaları görəndə və istifadə etdikdən sonra məhsulların keyfiyyətini görəndə dedim ki, yox, bu məhsullar hələ çox ucuz satılır. Bu məhsullar bu keyfiyyətə görə həqiqətən ucuz satılır. Məhsullara aşiq olacaqsınız, bütün məhsulları vurun, istifadə eləyin, effektini görün. Gəlsin bizim növbəti slaydımız, növbəti baynerimiz gəlsin. Çünki bu çox gözəl bir baynerdir. Bunu hər ayın əvvəli. Pul uduşu lotereyası. Bu şirkət bizə neynəsin? Da neynəsin ki biz bu şirkətlə oturaq işləməyək, neynəsin? Ya vallah billah belə bir şirkətdə işləməmək günahdır xanımlar. Baxın, şirkət bizə endirimlə məhsul verir. Üstəgələk bizə bu qədər hədiyyə verir. Üstəgələk də hər ayın əvvəlində 1-dən 3-ünə kimi bizə gözəl pul uduşu lotereyası təklif edir. Nədir bu? Deməli, mayın 1-dən 3-ünə kimi 250 CP dövriyyə edən hər bir əməkdaş karyerasından aslı olmadan hər bir əməkdaş bu möhtəşəm pul uduşu lotereyasında iştirak edib pul qazanan liderlərimizdən olar. Deməli, 10 nəfər 75 manat, 15 nəfər isə 50 manat pul qazanacaq. Ona görə də bugün ayın 2-sidir. Sabah ayın 3-ü. Sabah gecə saat 12:00-a kimi, 24:00-a kimi, yəni gecə, gün bitənə kimi çalışın, kabinetlərinizi aktivləşdirin. Həm
Onsuz da hər bir bura qoşulan insan kabinetini aktivləşdirməlidir. Hazır bu fürsətdən istifadə eləyin. Fürsətlər onlardan yararlanmaq üçündür. Şirkət sizə bu fürsəti, bu imkanı yaradırsa, siz də bu fürsəti niyə əlinizdən buraxasınız ki? Bəlkə elə siz qazanacaqsınız o 75 manatı, o 50 manatı. Mənim yadımdadır, biz yay ayında İstanbuldaydıq və komanda o vaxtı 1000 manat, 500 manat pul uduşu lotereyası idi həmin ay. Biz liderlərimizlə İstanbulda kampdaydıq. Bir də gördüm, qruplara atdılar ki, bu uduş lotereyalarını paylaşdılar. Mənim bir liderim 1000 manat pul qazanmışdı, 1000 manat. Və həmin lideri mən elə orada iclasdan çıxmışdıq, foyedəydik, görüntülü zəng elədim və təbrik elədim. Bu bilirsiniz nə qədər insanlara motivasiya verir. Onsuz da o xanım kabinetindən məhsul vurmalıydı. Məhsulunu vuraraq şirkətdən də 1000 manat pul qazandı. Və bundan başqa bizim komandada 50, 100, 150 manat pul qazanan liderlərimiz də var. Və bunları da hər ay paylaşırıq. Ona görə də sabah ayın 3-üdür, son gündür. Kimlər ki kabinetini aktivləşdirməyib, təcili hər kəs öz kabinetini aktivləşdirsin və qazanan liderlərdən olun. Bəli, belə bir möhtəşəm şirkətin platformasında çalışırıq. Hələ bizə pul lotereyalarda, pul uduşlarda, pul hədiyyələr də verir. Hətta qızıl, belə çərək qızıllar da olur. İndi inşallah irəliyən aylarda görəcəksiniz. Mən dəfələrlə görmüşəm ki, qızıl hədiyyələr də şirkət verir liderlərlə. Növbəti slaydımız gəlsin. Biri-birindən möhtəşəm xəbərlərim var sizə, dəyərli komanda. Deməli, sponsor kampaniyası. Kampanyamızın adı sponsor kampanyasıdır. Ekranı diqqətlə belə böyüdüb yaxından baxa bilərsiniz. Bu kampaniya mayın 1-dən mayın 31-nə kimi qüvvədədir. Çox möhtəşəm bir kampanyadır. Çox bəyəndim bu kampaniyanı. Bu kampaniya kimlər ki kariyer açmaq istəyir, kimlər ki sürətlə inkişaf eləmək istəyir, kimlər ki möhtəşəm hədəf qoyub, o xanımlara aiddir. Qolumuzu çirməliyik və şirkətimiz haqqında başlayırıq insanlara danışıb, insanları komandamıza gətirməyə. Niyə? Çünki bu kampaniyanın şərtinə əsasən əgər siz may ayı ərzində 2 nəfər insanı, dostunuzu bu şirkətə dəvət edərsinizsə, öz kabinetinizdən qeydiyyatdan keçirirsiniz və sonra onu istədiyiniz yerə 72 saat ərzində sürüşdürə bilirsiniz. Əsas odur ki, öz linkinizdən, öz kabinetinizdən dəvətlilərinizi qeydiyyatdan keçirdəsiniz. Keçirdiniz, öz şəxsi balınız 400 CP olmalıdır. Mütləq buna diqqət yetirin və gətirdiyiniz 2 nəfər dəvətli də 400 CP etməlidir. Bu zaman Home Bitkisel şirkətinin möhtəşəm dəsmal dəstinin üstündə ağ, gözəl dəsmallardır. Üstündə Home Bitkiselin logosu var. Hər bir xanımın mətbəxində bu dəsmal olmalıdır. Çünki biz şirkətimizi sevirik. Şirkətimiz bizə belə bir fürsət veribdir. Niyə də ki biz o dəsmalları qazanmayaq? Və əgər siz qoçaq olub 2 nəfər dəsmal dəstinə görə insan dəvət elədiniz və ayın sonuna kimi növbəti 2 nəfəri də əgər siz dəvət edərsinizsə, çox möhtəşəm bir dəst gəlir. Cəmi 10 manata, 9.99-a. Xurşid liderim, o dəsti, 5 dəstimizi də ekrana gətirin zəhmət olmasa. Baxın, dəstin gözəlliyinə baxın. Məhsulların gözəlliyinə baxın, xanımlar. 9 manat 99 qəpiyə təklif olunan məhsullarımız nədir? Tərönləyici haqqında sizə az öncə məlumat verdim. Üstə gələk, sarımsaqlı şampun. Sarımsaqlı şampun nədir? Ambar qiyməti 11 manata olan bir məhsuldur. Saç tökülməsini dayandırır. Çox gözəl, ən çox satılan şampundur, ən çox. Mən o şampunu əlimdən əlisi eləmirəm. Bitdi mi? Vurub saxlayıram. Bilirəm ki, mütləq reklamını statusuma qoyan kimi məndən o şampunu istəyirlər. Mütləq o şampun məndə həmişə əlavə vurub saxlayıram. Sarımsaqlı şampun, üstə gələk, Oxi haqqında bayaq sizə məlumat verdim. Bütün paltarların ləkələrini çıxarması üçün olan məhsul, üstə gələk, nəmləndirici üz kremi. Bu 4 möhtəşəm məhsulu sadəcə 9 manat 99 qəpiyə əldə eləyə bilərsiniz. Buyurun. Deməli,
Əgər siz sponsor olaraq 4 nəfər dəvət edirsinizsə, 4 nəfərin hərəsi 400 CP vurursa, bu eləyir 1600 CP. Və siz də 400 CP vurursunuzsa, olur 2000 CP. Bir insan əgər 4 nəfər adamını dəvət edirsə, artıq onun 2000 CP-si hazırdır. Əgər siz gətirdiyiniz insanlara da ayın sonuna kimi bu aksiyanı başa salsaz, 4 nəfərin hərəsi də 4 nəfərini gətirərsə, hərəsi, məsələn, bu öz 4 nəfərini gətirdi, bu öz 4 nəfərini, bu öz 4 nəfərini, bu öz 4 nəfəri, ayın sonuna möhtəşəm bir kariyer açacaqsınız. Möhtəşəm kariyer açaraq həm şirkətdən gəlir qazanacaqsınız, həm də ki, komandanız böyüyəcək. Ən azından hərəsi ikisini gətirsə belə, bu sizin bilirsiniz nə qədər artımınız deməkdir. Ona görə də bu imkanları insanlara anladın. Hər kəsin çevrəsində ən azı 2 nəfər evini təmizləyən, dişini yuan, özünə baxım eləyən, şampun alan, tonalini alan, tuj alan, liner alan, pomada alan, tər önləyici alan xanımlar var. Nə çətindir bunu eləmək? 4 nəfər nədir? 10 nəfər də yaza bilərsiniz bir aya. Başa düşürsünüz məni? Bir lider kimi insanlarınıza dəstək olaraq bu işi anladaraq komandanızı gözəl şəkildə inkişaf elətdirə bilərsiniz. Bu aksiya sizin üçün bir alətdir, instrumentdir. Hansı ki siz bunun vasitəsilə bu ay gözəl şəkildə, həvəslə işinizə odaqlanaraq, reklam edərək bunu çox gözəl şəkildə komanda qura bilərsiniz. Sonra bizim gəlir növbəti möhtəşəm baynerimiz. Bayıldım mən buna. Deməli, kimlər turkuazdırsa, aprel ayının nəticələrinə əsasən təcili bu aya hədəfiniz ləl olmalıdır qızlar. Hədəfinizi lələ planlayırsınız və ləl karyerasını may ayında açarsınızsa, oktyabr ayına kimi may ayında ləli açsınız. İyun, iyul, avqust, sentyabr, oktyabr 5 ay karyeradan düşmürsünüzsə, 5 ay ləl karyerasını saxlayırsınızsa, kim 5 aya ləli saxlayasıdır? Heç olmasa qalxacaqdı kvarsa, bilirəm ki. Çünki bizim hədəfimiz yüksəkdir. Biz bura böyük pullara gəlmişik. Biz əldə qalmağa gəlməmişik. Ancaq bu liderlik yolu kampının şərti, bu baynerdə nədən gedir söhbət? Liderlik yolu 11-in kampına pulsuz bilet qazanmaq. Şirkət hesabına pulsuz gedirsiniz, uçaq, qarşılama, kampda 3 gün pulsuz oteldə qalma, liderlik yolu kampında iştirak, o möhtəşəm səhnəyə çıxmaq, o möhtəşəm tədbirdə iştirak etmək, dincəlmək, home liderlərlə birlikdə səyahət etmək, bunlar hamısı pulsuz. Sadəcə nə etmək lazımdır? May ayı ləl olmalısınız. Ləl kimi işıq saçmalısınız. Deməli, hədəfimizi qoyuruq lələ. Ola bilsiniz, keçən ay zümrüd olubsuz, bu ay lələ aça bilərsiniz. Planlamanızı edin. Bu cürə gözəl əlimizdə fürsətlər var. O fürsətlərdən istifadə edək, ləl karyerasını hədəfləyib. Ləl karyerası haqqında nə deyə bilərəm? Ləl karyerasının şərti 60.000 CP dövriyə, qol şərtləri isə 2 zümrüd, 1 altın. 2 zümrüd, 1 altın, 60 minlik dövriyə yaradarsınızsa, siz bu ay ləli açırsınız. Ləli açaraq hər ay 10% artım eləməlisiniz. Məsəl üçün, bu ay 60.000 CP dövriyə eləmişəmsə, gələn ay 60.000 CP-nin 10%-ni artıraraq dövriyəmi etməliyəm. O bir ay elədiyim CP-nin 10%-ni artıraraq 10% hər ay artım olmalıdır. Dövriyənizin CP-si 90% Gürcüstan və Azərbaycandan olmalıdır. Və bu zaman siz şərti yerinə yetirmiş olarsınız. Karyeranı qalxa bilərsiniz, ancaq ləldən aşağı düşə bilməzsiniz. Bu zaman siz liderlik yolu 11-ə noyabr ayında keçirilir. Əsasən bu kamp siz tam pulsuz şəkildə bu kampı qazanıb səyahət imkanını qazana bilərsiniz və o kampda iştirak edə bilərsiniz. Deməli, mən bütün may ayına
şirkətin bizə təklif elədiyi bütün yenilikləri sizə izah elədim və məndən bu qədər. Onu deyə bilərəm ki, möhtəşəm bir şirkətdə, möhtəşəm bir komandadasınız. Şirkətin, komandanın qədrini bilin, sponsorunuzdan möhkəm yapışın, insanın kafasına qoyub etmədiyi bir şey yoxdur. Yetər ki, düşüncəsi düzgün olsun. Negativlərə fikir verməyin. Sizə negativ verənlər çox olacaq. Sizə deyən olacaq ki, gəl səni bu şirkətdə neynisən dövrə eləyib, gəl səni dövriyəsi olmayan bir şirkətə aparım. 20 illik təcrübəmə əsaslanaraq sizə bir tövsiyə verə bilərəm. Onu deyə bilərəm ki, o şirkətin ki, məhsulu yoxdur. O şirkət ki, sistemini pul üzərindən qurur. O şirkətlərin axırı yoxdur, qızlar. Hazır evimizdə oturaraq, evimizə lazım olan məhsulları almaqla bir biznes qururuq. Bundan gözəl ola bilməz. Zaten elə gözəl bir şirkətlər olsaydılar, mən 20 illik şəbəkəçi kimi hamıdan qabaq gedərdim elə şirkətlər. Əgər mən bugün öz təcrübələrimə əsasən home bitkisi elde eləmsi, deməli seçimim home bitkisi və bu şirkəti sevirəm. Hər kəs olduğu yerin qədrini bilsin, karyeranıza odaqlanın, hədəfinizə odaqlanın, qıraqda boş-boş ötən insanlara fikir verməyin. O negativlər hər zaman olacaq, olub və olacaq. Siz öz düşüncənizə, öz şirkətinizə, öz o qəlbinizin səsinə inanaraq öz biznesinizi bu şirkətdə gözəl şəkildə qurun. Çox gözəl, möhtəşəm yeniliklər olacaq. Qarşıda Rusiya gəlir, qarşıda MDB ölkələri gəlir. Çox gözəl nəticələr edəcəyik qızlar. Çünki elə bir Azərbaycanlı ailəsi yoxdur ki, onun Rusiyada qohum əqrəbası tanışı olmasın. Rusiyada da bu məhsullar çox sevilir və çox gözəl də inkişafa səbəb olacaq. Ona görə hər kəsə uğurlar arzu edirəm. Sualınız varsa buyurun xanımlar. Suallarınızı da verin. Vaxtımıza az qalıb, artıq 10 dəqiqəm qalıb. 10 dəqiqəni də sual-cavaba sərf eləyək. Sonra yekunlaşdıraq. Təminə xanım, görün əl qaldıranlar varsa icazə verin, suallar, kimsə danışmaq istəyirsə Demək olar sualı kim varsa. əl qaldırıbsa hər birinə icazə vermişəm. Bu arada Yaqut liderim, əməyinizə sağlıq, çox belə maraqla, hətta yadımdan çıxan məqamlar var idi, o əllazim falan. Onların hər birində yadımıza saldınız və bol enerji ilə inşallah kataloqumuza başlayacağıq. Minnətdaram Mütləq. əziyyətiniz üçün. Mütləq Hələ ki, əl liderim, mütləq. qaldıran yoxdur. Əgər burada danışmaq istəyən liderlərimiz varsa buyursun, mən burada baxıram. Xeyir olsun Yaqut lideri. Hər vaxtınız xeyir. Uğurlarınız hər zaman bol olsun. Ben Teşekkür. motivasiyadan düşmüştüm. Birinci ayda üçüncü məhsulumu vururdum. Ondan da əlavə Qətiyyən. sizlə danışa. O qədər xoş təsir elədi ki, naxaydı həmən dəqiqədə bir nəfəri qoşdu. Ürəksən, bax bu bildirirəm. əla, bax bu liderdir, bax. Siz Çox sağ olun. qətiyyən təlimləri qaçırmayın, mütləq motivasiyadan da düşməyin. Belə bir möhtəşəm şirkətlə əməkdaşlıq Bəli. eləyin. Qətiyyən motivasiyadan düşməyin. Motivasiyadan düşərsinizsə, YouTube kanalında çox gözəl motivasiya videoları var. Onlara baxın, özünüzü qaldırın, özünüzə güvənin. Hər səhər yuxudan ayılanda, yağış yağsa belə deyin, nə gözəl havadır və mən öz biznesimə başlayıram. Camaat yağışın altında işə gedir, mən evimdə oturaraq, kofemi, çayımı içərək, evimin işini görərək bu bizneslə məşğulam. Xanımlar, belə bir şirkət yoxdur, belə bir dünya yoxdur. Möhtəşəm bir şirkətlə işləyirik, möhtəşəm bir işlə məşğuluq. Baxın, super bir işdə işimiz. Buradan üzr istəyirəm. Mən buradan da Günel liderimə təşəkkür edirəm. Çünki Super. mən aprel ayından girəndən özümlə barabar 4 qeydiyyat aparmışam. İndi də birini Əla. siz danışa mənə o qədər motivasiya verdiniz ki, mən birini də əlavə elədim. Çox sağ olun, minnətdaram sizə. Uğurlarınız bol olsun liderim. Təşəkkür eləyirəm, var olasınız. Sağ olun. Qətiyyən bu işdə motivasiyadan düşmək lazım deyil qızlar. Nə itirsiniz ki? Nəyiniz batıb? Niyə motivasiyadan düşürsünüz? Qətiyyən qızlar, qətiyyən. Ola bilər insanlıq halıdır. Hər kəsin motivasiyadan düşdüyü vaxtlar olur, ancaq bu davam etməməlidir. Mütləq özünüzü toparlamalısınız. Öz gücünüzü göstərməlisiniz. Arxaya baxmayın, keçmişə baxmayın. Dünənləri mən belə bir yazı çıxdı qabağıma. Çay kimi olun.
Ancaq irəli baxın, axın gedin. Çay ancaq irəli baxır, axır. Çay görürsünüzmü tərsinə axsın, geriyə baxsın. Geriyə baxmaq bizi ancaq geriyə çəkər. İnsan ancaq irəli baxmalıdır və pozitiv olmalıdır. Başqa kimin sözü var, qızlar? Başqa əgər sualı olan yoxdursa, istəyirsə yekunlaşdıraq. 52-8 dəqiqəmiz qalıb. Bu əl qaldıranlara icazə vermisiniz? Xeylan burada əl qaldıran var, Təxminə xanım. İndi baxmışam, hə, indi gördüm onları. Onları həll eləyirəm indi. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Yaqut xanımlar, mən sizin dinlədiyim əlavə gətirmək istəyirəm ki, bizim indiki hal-hazırdakı təşviq hədiyyəmizin 300 bonusluq olanı var. Bədən Akşamınız xeyir olsun Yaqut liderim. Bütün liderlərin axşamı xeyir olsun. Həqiqətən də möhtəşəm təlim idi Yaqut liderim. O ki var enerji aldım. Həmişə izlədiyim, necə deyim, təlimlərin Səsi getdi. Hə, mən dedim qoy danışsın. Hə, mən bədən spreyi haqqında demək istəyirəm. Bədən spreyini istifadə eləməmişdim. O gün sizin ofisdə mən onu qoxusuna baxdım. Çox gözəl qoxusu var. Hələ mən elə bir ki bir dənə parfümdür. Əgər Bəli. kimin balı 300 bonusu tamamlayırsa da bu təşviq hədiyyəsi bitməmiş, təşviq hədiyyələrimiz 3 gündən bir dəyişdiyi üçün, yəni bitməmiş bədən spreyini vura bilərlər. Çox razı qalacaqlar. Mən o qədər gözəl isi olduğunu bilmirdim. Bir də qara sarımsaqlı şampun haqqında dediniz. Mən hal-hazırda onun artıq ikincisini işlədirəm. Üçüncüsünü də verdim artıq mən sifariş. Mənim saçımın tökülməsini dayandırıb. Qabaqdan keçəlləşməm var idi. Şəkildə bir hiss elədim ki, şəkildə gördüm özümü. Gördüm şəkildə məndə keçəlləşmə var orada. 2 dənə hələsini işlətmişəm. Artıq mənim orada keçəlləşməm yoxa çıxıbdı. Yəni Bəli. mən istədim ki, bunları qeyd edeyim. Sizin sözünüzə qüvvət olaraq. Supersiz liderim, supersiz. Çox sağ olun, təşəkkür edirəm. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Yaqut liderim, çox sağ olun təlim üçün. Həqiqətən o qədər gözəl. Sizin onsuz da həmişə deyirəm, görüşlərdə də sizi bir başqa cür çox sevirəm. Ürək. Dünən çox sağ olun. Dünən axşam mən biraz təlimə gec qoşuldum. Gec saatda olduğu üçün alınmadı. Bu gün ancaq sizi dinlədim, daha çox əmin oldum. Çünki bəzi nüansları qaçılmışdım, belə desək. Çox gözəl izahım verdiniz, var olun. Yaxşı ki varsınız. Yaxşı ki sizləri tanımışıq. Çox sağ olun. Sən bilsən ki, mən səninlə Axşamınız xeyir olsun. Mən də liderim. sizə Axşamınız qarşılıqlıdır. xeyir olsun. Hər vaxtın xeyir, ay Liderim, gəncəlim. Axşamınız xeyir olsun. Can. Necəsiz? Nə gözəl Sağ təlim olun. keçirsiniz. Sağ olun. Çox normalda dinləyirəm təlim, amma bu canlı ilk dəfədir sizi dinləyirəm. Çox sevindim. Çox gözəl danışırsınız. Çox gözəl başa salırsınız. O qədər siz şəkildə belə heç yorulmadan, heç yəni gəldi, necə danışdınız, necə bitdi, vaxt heç çox qəşəng. Yəni yenə deyirəm, bu bir var təlimlər əsnasında zaten keçir burada deyirəmləri. Siz bu səfər o qədər belə gözəl şəkildə, belə hər insanların beyninə şuur gələcək formada danışdınız. Bəyəndim. Çox halbuki bunları mən bilirdim, amma siz eşitmə mənə çox yaddaşıma həkk elədi. Buna görə də o qədər gözəl. Təşəkkür edirəm. Çox Sağ gözəl olun, lidersiniz, çox gözəl rəhbərsiniz. Həqiqətən də mən sevinirəm ki, sizi biz birlikdə, biz komandadayıq. Çünki biz bir-birimizdən Bəli. çox şeylər öyrənməliyik və uğurlar arzulayıram. Çox gözəl təliminiz keçdi. Mən bunu qruplarda da zaten payladım. Fikirlərimi də bildirdim, yenə də bildirəcəm. Sadəcə olaraq təşəkkürümü bildirmək istədim sizə Sağ ki, olun, Züleyxa möhtəşəm. Hanım, Çox motivasiya verdiniz həqiqətən. Mənə çox ləzzət elədi. Heç yorulmadım olun. yəni sizin təliminizdən. Öpürəm Canım. sizi, təşəkkür Sağ edirəm. ol. Təşəkkür edirəm liderim, sağ ol. Yaxşı ki varsan. Təşəkkürlər. Hə, görək kimlər əl qaldırır. Burada yenə əllər var. Hamının ürəyi doldu. Danışın qızlar, danışın. Şirkətimiz o qədər gözəldir ki, o qədər gözəl imkanlar var ki.
Bayaqları Gülnar xanımın statuslarına baxıb şişdim. Deyirəm, zəng eləmişdi mənə Gülnar xanım təlimdən öncə. Müəyyən məqamlar vardı, onları dəqiqləşdirirdim Svetlana xanımla. Görüntünü açıb məni göstərir oraları, deyir, Yaqut niyə gəlmədin? Dedim, şişirəm baxdıqca, paylaş bunları qruplarda qoy komanda ilə bölüşək. Videoları, çox gözəl videolar çəkiblər. Çox qəşəng, maraqlı keçib. Gürcüstan açılışı, ofis açılışı. Xanım Yusif qızı əl qaldırıb. Təxminəli deyirəm, siz bunlara verirsinizmi? Açdım liderim. Hər birini Hə. açdım səsini. O şişməyə qalsa mən burada ümumiyyətlə şişmişəm. Onu da yadıma salma. İnşallah gələn dəfə hep birlikdə cümbül cəmaət inşallah Mütləq, tədbirlərdə olmaq ümidi ilə. mütləq, mütləq. Salam, axşamınız xeyir. Yaqut Hər liderim. Hər vaxtınız xeyir olsun. Buyurun. Çox sağ olun liderim. Təliminizi diqqətlə dinlədim. O qədər sevdim. Axıcı, gözəl. Məhsullarımız haqqında, yəni planlarımız haqqında çox gözəl anlattınız. Məni valeh etdiniz deyərdim ki, sizə təşəkkür eləyirəm. Ağzınıza, əməyinizə sağlıq. Mənim gözəl liderim. Bir də bir şey soruşmaq istirdim Yaqut xanım. Buyurun. Gəncədə Home Life-ın ofisi hardadır? Gəncədə Home Life-ın ofisi Qala bazarı var. İndiki Qala bazarı, təzə köhnə kolxoz bazarı ki, Qala bazarı. Onun böyründə bina var, onun altında. 5 mərtəbəli bir dənə bina var da lap onun yaxşı. böyründə. Keçənlərin dönməsindən Yaxşı, çıxan lap kimi yaxşı. sola dönürsüz. Liderim, orada nəsə tədbirlər falan, belə canlı görüşlər olur. Bax, istəmirdim hələ deyəm, istəyirdim ki, bir dəqiqləşdirək sonra may ayında Gəncədə çox gözəl bir tədbir planlayırıq. Səhər yeməyi. Çox İnşallah. möhtəşəm bir tədbir olacaq. Gəncəbasar bölgəsindən olan bütün liderlər o tədbirdə iştirak eləyəcək. Mütləq o indi dəqiqləşdirək, Gülnar xanımı gözləyirəm. Gəlsin Nicat bəylə də danışaq vaxtı. Paylaşım, reklamını hazırlaşıb paylaşacaq. Çox gözəl bir tədbir olacaq. Möhtəşəm bir şey olacaq. İnşallah Yaqut liderim, mən çox sevindirdiniz. Sevə-sevə o təlimə gələcəm mən sizin təliminizə. Mütləq, Sizi mütləq. çox Tədbirləri sevirəm. Yaxşı ki qaçırmayın. varsınız. Çox sağ olun. Sağ olun. Mütləq, Təşəkkür edirəm. mütləq, bəli. Mən təşəkkür edirəm. Ağzınıza, əməyinizə sağlıq, gözəl liderim. Sağ olun. Təşəkkür edirəm. Sağ olun. Artıq vaxt tamamdır qızlar. 1 saat tamam oldu. Heç kimin sualı yoxdursa yekunlaşdıraq. Suallar da olmadığına görə inşallah ən qısa zamanda Gəncədə möhtəşəm tədbirdə görüşmək ümidi ilə təlimləri qaçırmırıq və bugünkü promosyonlar haqqında Yaqut liderim çox gözəl fikirlər bölüşdü. Həqiqətən bu şirkətin verdiyi imkanlara doğru istifadə etməyə bacararıqsa komandamızı mükəmməl şəkildə genişləndirib bütün aksiya və loteriyalarında iştirak edərək gələcəyimizi də mükəmməl şəkildə qurmağı bacararıq. Gecəniz xeyrə qalsın. Bir daha ağzınıza, əməyinizə sağlıq liderim. Var olasınız. Təşəkkür edirəm, çox sağ olun. Ətrafınız yoxdur, genişləndirin. Pulunuz yoxdur, satın qazanın. Bacarmırsınız, öyrənin. Bu qədər sadə. Hər Möhtəşəm. gecə uğurlar.